Bismillah ve salatu ve selamu ala Resulillah ve ba'd. Kardeşler, mübarek günlerdəyik. Bugün Qədir gecəsi ehtimal olunan günlərdəndir, gecələrdəndir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, kim Qədir gecəsini imanla, savabını Allah'tan umaraq keçirərsə, onun keçmiş günahları bağışlanır. Yəni bu əslində çox böyük bir fəzilətdir ki, insan bir gecədə bütün ömrü boyu buraxdığı günahları hamısı silinsin. Çox böyük bir fəzilətdir əslində. Ona görə bu fürsətdən necə deyərlər, istifadə etmək lazımdır, dəyərləndirmək lazımdır. Və Ramazandan qalan günlərdə həmçinin bu formada keçirmək lazımdır. Əyyəmən mədudət, yəni sayı bəlli olan günlərdir, tez gəlib keçir. Baxaq, Ramazanın böyük hissəsi nə qədər tez gəlib keçir, vaxt tez keçir. Amma bu qısa bir müddətdə böyük savablar gizlənir əslində. Allah Teala onun gizli saxlayıb ki, insanlar bütün bu müddətdə çalışsınlar. Əgər insanlar bilsəydi müəyyən müddətlər hansı fəzilətli vaxtlardır, çox vaxt çalışmazdılar. Amma Allah Teala istəyir ki, qul daim itaati davamlı şəkildə eləsin ona. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, yəni Allahın ən sevdiyi, Allaha ən xoş əməllərdən biri, Allahın razı qaldığı əməl o əməldir ki, az da olsa davamlı olan. Az olsa da davamlı olan. Aleykümselam və rahmetullahi və barakatuhu. Bəli, yəni az olsa da davamlı olan o nəyi göstərir? O imanda sadiqliyi göstərir. O göstərir ki, insan imanında sadiqdir. Çünki bəzən ola bilir ki, imanında sadiq olmayan adamlar hansısa salih əməli bir müddət eləyə bilər. Düzdür, çox böyük əməllər eləyə bilər. Amma hansısa bir həddə tərk eləyər. Çünki onda sədaqət yoxdur, qəlbində həqiqi iman yoxdur. Amma kim az əməli davamlı edə bilər, kimin ki qəlbində həqiqi iman var. Həqiqi imanı olan az olsa da belə hansısa bir əməli davamlı edər və bu da onun imanının əslini göstərər. İmanının qüvvətini göstərər. Əsas məsələlərdən biri nədir? Ümumiyyətlə biz oruç tutanda yəni əsas nəyi əldə eləmək istəyirik? Allah Teala deyir ki, Quran-ı Kərimdə sizdən öncəkilərə oruç yazıldığı kimi sizə də yazıldı. Axırda ayənin sonunda deyir ki, ola bilsin ki, Allahdan qorxasınız. Deməli, orucun əsas məqsədi təqva sifətini qazanmaqdır. Təqva Allahdan qorxmaq, yəni Allah qorxusu. Yəni bu əsas şeydir. Necə ki, Allah Teala öz peyğəmbərinə də deyir ki, ya eyyuhən nəbiyyü ittəqilləh. Ey peyğəmbər, Allahdan qorx. Fikir ver, yəni Allah Teala'nın ən mühüm əmrlərindən biridir. Həmçinin ayədə də gəlir ki, və ləqəd vəssəynəl-ləzīnə utul kitəbə min qablikum və iyyəkum ən ittəqullah. Sizdən öncəkilərə və sizə də əmr olundu ki, Allahdan qorxasınız. Yəni Quranı incələyəndə görürük ki, Allah Teala'nın ən böyük əmrlərindən biri təqvadır. Ən böyük əmrlərindən biri təqvadır. İndi keçək təqva məsələsinə. Təqva məsələsi, təqva deyəndə nə başa düşülür? Yəni biz bilirik ki, hamı bilir ki, Allahın əmrlərini yerinə yetirmək, onun qadağan etdiyi şeylərdən çəkinmək. Yəni bu ümumi olaraq bir şeydir. Amma təqvanın daha incə açıqlaması var. Yəni deyirik, bəli, Allahdan qorxmaq, amma necə qorxmaq? Alimlərdən biri deyir ki, keçmiş sələflərdən biri deyir ki, hər salih əməl işləyən təqva əhli deyil. Yəni salih əməl işləyir. Tutaq ki, namaz qılır, görsən ki, ibadətlər eləyir, nafilələr qılır. Yəni bu hələ salihliyi göstərmir. Ola bilər insan çoxlu ibadətlər eləyən kimi tanınsın. Bu hələ salih insan deyil. Bunun salihliyi nə vaxt bilinəcək? Deyir ki, həqiqi salih insan
Allahın hüdudlarını aşmayandır. Yəni haram məsələlərində dayanan insandır. Əsl salih insan odur. Nəyə görə? Çünki deyir, yaxşı əməli, salih əməlləri günahkar da edə bilir, salih də edə bilir. Amma Allahın qoyduğu sərhədləri yalnız kim aşmır? Yalnız təqvalı insan, həqiqi Allahdan qorxan insan. Deməli, burada əsas məsələ nədir? Əsas məsələ qadağalardan çəkinmək. Yəni, qadağalardan çəkinmək məsələsini yalnız salih insan bacarar. Amma yaxşı əməllər etməyi, nə bilim, insan etikaf eləsin. İnsan məsciddə saatlarla otursun. İnsan namaz qılsın, nafilə namazları, oruç tutsun, nə eləsin. Onda salihlik sifəti cəm olmayacaq ta ki, Allahdan lazımınca qorxmasa. Amma məsələyə daha belə başqa tərəfdən baxaq. Bir insan salih əməllərində yalnız fərzlərindədir. Yəni fərz əməllərini yerinə yetirir və salih əməllərinə o qədər vaxt ayıra bilmir. Hər hansı bir səbəblərə görə. Yalnız fərz əməlləri yerinə yetirir. Çoxlu gecə namazı qılmır. Çoxlu sədəqə vermir, çoxlu Quran oxuya bilmir, etikaf eləyə bilmir, nə bilim hansısa ibadətləri eləyə bilmir. Amma Allahın hüdudlarına qarşı çox qısqancdır. Haram məsələlərində tam sərhəddə dayanır, sərhədi aşmır, pozmur. O insan daha xeyirlidir, yoxsa gecə gündüz ibadətlərə qərq olmuş insan, amma günahlardan əl çəkmir. O insan, təbii ki, o salih əməlləri az olan, amma Allahın hüdudlarında dayanan, o daha əfsəldir, daha üstündür. Gecələri namazla keçirən günahkar insandan, hansı ki, günah əməlləri tərk eləmir, həya eləmir günahlar məsələlərində. Buradan nəyi başa düşürük, qardaş? Buradan bu incəliyi başa düşdük ki, yəni biz təqva məsələsi çox mühüm məsələdir. Allah qorxusu. Elə tutduğumuz orucun da əsas bizə öyrətdiyi şey nədir? Allahdan qeybdə qorxmaq. Qeybdə Allahdan qorxmaq. Yəni biz tək olanda su içirik, yoxsa yox. Tək olanda su içmirik. Nəyə görə? Çünki Allahdan qorxuruq. Allah bizi görür. Eləcə də subhanallah, yəni su içmiriksə bu halal bir şeydir. Halal bir şeyi Allah üçün tərk edirik. Bəs haramlar tək olanda və ya insanlar görməyəndə və ya elə bir şərait olanda ki, orada insan haram bir hərəkəti, əməli edə bilər, haram bir pay götürə bilər. O da elə. Yəni mövzu daha geniş mövzudur, daha çox nə eləməli olur. Amma qısa olaraq yəni bildik ki, yəni Allah Subhanahu Taala'nın bizdən ibadətlərdə əsas istədiyi, bizdən tələb etdiyi sifət hansı sifətdir? Təqva sifətini əldə eləyək. Allah Taala bizi haqqı ilə təqva edənlərdən etsin, təqvalı olanlardan etsin. İkinci məsələlər çoxdur, yəni mühüm məsələlərdən istiğfar məsələsi. İstiğfar, Allahdan bağışlanma diləmək, tövbə etmək. Və an istəğfiru rabbakum. Quranda ayələr çoxdur. Fəqultu istəğfiru rabbakum innehu kana ghaffara yursilis səmaa aleykum midrara. Nuh əleyhissalam deyir ki, mən dedim ki, Rəbbinizə tövbə edin. Fəqultu istəğfiru rabbakum innehu kana ghaffara. Həqiqətən o günahları çox-çox bağışlayandır. Davamlı olaraq günahları bağışlayandır. Ghaffar yəni davamlı olaraq nə qədər insan çox günah eləyirsə eləsin belə, insan tövbə eləyirsə Allah Taala onu bağışlayır. Yursilis səmaa aleykum midrara. Göydən sizə yağış endirər. Bu səmərədir artıq. İstiğfarın səmərəsi. Bu göstərir ki, insan yəni istiğfar edərsə, səmimi şəkildə Allaha qayıdarsa, baxmayaraq ki, günah edib Allah Taala onu bağışlayar, üstəlik onunla yanaşıb Allah Taala ona nemətlər göndərər. Sizə göydən yağış yağdırar. Və yumdidukum bi amwal, sizə mal dövlət verər. Və bənin, sizə övladlar verər. Və yec'al lekum cennat və yec'al lekum enhara, sizə bağ, bostan verər. Sizin üçün çaylar axıdar. Yəni dünyada sizə nə lazımdırsa, hamısını sizə verər. Fikir ver. Hansı əməldən sonra? İstiğfar edəndən sonra. Nəyə görə istiğfar edir? Çünki günahkarıq, ona görə. Və günah olaraq da elhamdülillah, yəni günahsız insan yoxdur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, kullu bəni Ədəm xatta. Adəm övladının hamısı xətakardır. Və xayrul xattain ət-təvvabun. Və
xəta edənlərin ən xeyirlisi kimlərdir? Tövbə edənlərdir. Tövbə məsələsi, istiğfar məsələsi bizim ən önəmli məsələlərimizdən olmalıdır. Çünki Allah Teala həm öz peyğəmbərinə, həm də möminlərə çox yerlərdə əmr edir bunu. Və həmçinin bir ayələrin birində gəlir ki, Rəbbinizə tövbə edin, istiğfar edin, ondan bağışlanmaq diləyin. Yezidukum quvveten ilə quvvetikum. Sizin qüvvətiniz üzərinə qüvvət verər. Yəni istiğfar, tövbə etmək bizim gücümüzü artırar. Allah Teala bunun vasitəsilə bizə güc verər. Yəni istiğfar tövbənin bizə verəcəyi töhfə çox böyükdür, həddindən artıq. Ona görə davamlı olaraq ona bağlı qalmaq lazımdır. Hər birimizin gündəlik istiğfar, tövbə vird olmalıdır. Yəni etdiyimiz bəlli bir say olmalıdır. Ən azından 70 dəfə və ya 100 dəfə. Bəzi salihlərdən gəlir ki, onlar səhər vaxtları 70 dəfə istiğfar edərdilər, tövbə edərdilər. Azandan qabaq, yəni fəcr namazından qabaq. Ümumən gün ərzində. Həmçinin Peyğəmbərimizdən sallallahu aleyhi ve sellemdən gəlir ki, o bir məclisdə 100 dəfə tövbə edərdi və ya tövsiyə edirdi ki, tövbə edin, istiğfar edin. Bu məsələyə önəm göstərmək lazımdır. Çünki burada nə var? İftiqar var. Yəni insan öz ehtiyacını Allah Taala'ya göstərir. Allah Taala sevir ki, qul öz ehtiyacını Allaha göstərsin. İstiğfarda da ehtiyac var. Qul öz təvazökarlığını Allaha göstərir. Məhz Allah Taala'nın da qullarından istədiyi nədir? Qul öz ehtiyacını, möhtaclığını daim Allaha ərz etsin. İstiğfar da nədir? Tələbdir, duadır. İstiğfar təkcə zikir deyil, o həm də duadır. Mən dua edirəm ki, Allahım, mən sənə tövbə edirəm, sən məni bağışla. Və fəziləti də çox böyükdür. Və tövbə edənlərə Allah Taala çox müjdələr var Quranda. İstiğfar edənlərə çox böyük müjdələr var ki, ayələrin birində gəlir ki, kim əgər Allaha tövbə edər, dönərsə, Allah Taalanı bağışlayan tapar. Fikir ver, Allah Taalanı bağışlayan tapar. Necə bağışlayan tapar insan? Necə tapar? Necə bilə bilər ki, Allah Taala onu bağışlayıb? İnsan günah edib, düzdür. Allah Taala müəyyən nemətləri alıb onun əlindən. Başa düşüb, görüb ki, nələrsə itirdi, düzdür. O anda günahın başa düşdü. Başlayar istiğfar etməyə, tövbə etməyə başlayar. Və subhanallah, bir müddətdən sonra görər ki, nə ki ondan alınmışdı, ondan daha yaxşısı gəldi ona. Heç özü gözləmədən. Bu nədir? Bu göstərir ki, Allah Taala səni bağışladı, əfv elədi, yenidən səni sınağa çəkdi, yenidən sənə nemətlərini göndərdi. Görsün necə özünü aparacaqsan. Və həmçinin tövbə istiğfar edənlər, kimlər ki, səmimi şəkildə daim tövbə istiğfar edir, Allah Taala onlara mütləq islah yazacaq. Allah Taala onları mütləq islah eləyəcək. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, kim səbirli olmağa çalışarsa Allah Taala onu səbirli edər. Yəni kim hər hansı bir sifəti qazanmağa çalışarsa Allah Taala onu o sifətə nail edər. İnsan yəni səbirli olmağa, nə bilim günahlardan çəkinməyə çalışarsa Allah Taala mütləq onu müvəffəq eləyər. Vəllezine cahadu fina lenehdiyennahum subulana. Onlar ki bizim yolumuzda çalışarsa biz onu öz yolumuza yönəldərik. Yəni Allah Taala bir insanda görər ki, həmən insan hansısa bir əməldə hərisli, yəni bir itaatdə, günahdan çəkinməkdə, təqvada Allah onu mütləq müvəffəq eləyər. Çünki zaten qulun etdiyi bütün xeyir əməllər hamısı Allahdandır. Heç kəs özü özlüyündə heç bir yaxşı əməl eləyə bilməz, əgər Allah müvəffəq eləməsə. Və heç kəs heç bir şərdən çəkinə bilməz, əgər Allah Taala onu müvəffəq eləməsə. Bütün müvəffəqiyyət Allahdır. Hətta biz azan veriləndə ki, hayya aləs-salə, biz deyirik, la havlə və la quvvətə illə billah. Hayya aləs-salə nə deməkdir? Yəni, qüvvət Allahın əlindədir. Bütün güc Allahındır. Nə deməkdir? Yəni, insan hətta namaza belə yalnız Allahın lütfu ilə gələ bilər. Allahın izni ilə, onun müvəffəqiyyəti ilə. Hayya aləl-fəlah deyilir, müəzzin tərəfindən biz deyirik, la havlə və la quvvətə illə billah. Xoşbəxtliyə gəlin, biz deyirik ki, Allahla yanaşı heç bir güc, qüvvət yoxdur. Nəyə görə? Çünki xoşbəxtliyin sahibi kimdir? Onu verən kimdir? Onu Allahdır.
Heç kəs o xoşbəxtliyi əldə edə bilməz tək ki, Allah Taala onu müvəffəq eləməsin. Ona görə yəni bu mövzuda istiğfar, tövbə mövzusu da daim bizim gündəlik əsas məsələlərimizdən olmalıdır. Birinci dedik təqva məsələsi daim Allahın hüdudları qorumaq öndə olmalıdır. Birinci fikrimiz olmalıdır ki, nə badə günahlara addım atmayım. Allah Taala mənə bu qədər nemət verdiyi halda mən necə ola bilər ki, ona qarşı naşükürlük eləyim? Allah Taala'nın nemətləri bizim üzərimizə yağış kimi yağır. Belə olduğu halda necə həya eləməliyik ki, necə yəni həyadan çıxaq ki, o nemətlərlə yanaşı biz Allaha qarşı həyasızlıq eləyək, günah eləyək. Bunu düşünmək lazımdır. Bu təqva məsələsidir. İkinci də dediyimiz məsələ istiğfar, tövbə məsələsi. Bu iki məsələ prioritet, yəni əsas məsələlərdən olsa, vallahi ki, bütün nə xeyirlər varsa Allah Taala o xeyir qapılarını bizim üçün açar və nə şər qapıları varsa, onları da bizə bağlayar. Allah Taala bizi ən gözəl şəkildə nəsihətləri eşidib ona əməl eləyənlərdən etsin. Və bütün nə şər qapıları varsa onu bizim üzərimizə bağlasın, bizi müvəffəq eləsin daim xeyir əməllərdə. Və axiru da'vana enelhamdülillahi rabbil alemin. Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu.